Çəkiliş apardığımız Artoba kəndində öyrəndik ki, fermerlər daha çox Haşimi, Həsəni, Sədri, Xəzər, Çin və Şaban növündən olan çəltik əkiblər. Çəltik becərənlər bildirdilər ki, məhsuldarlıq qənaətbəxş olsa da, düyünün qiyməti onları qane etmir. Əl əməyindən istifadənin və maya dəyərinin çoxluğuna görə fermerlər düyünü istədikləri qiymətə sata bilmir. Hazırda bu 4 manat, 5 manatdan 5 manata qədər olsun ki, biz ona çəkilən xərc var, biz onu götürə bilək. Amma belə baxanda məsələn bazarda qiyməti aşağı səviyyədə olduğu üçün və bu çəltiyə qoyulan xərclər orada bizə bu biz bunu demək götürə bilmirik. Bizim bu israr etdiyimiz düyünün qiyməti 2 manat və 2 manat 50 qəpiyyədir. Fermerlərin məhsulun yığım prosesində qarşılaşdığı çətinliklərdən biri də texnika ilə bağlıdır. Çəltik üçün uyğun olan texnikalar ki var. Məsələn, indi bu kombayn gətirir. Bu kombaynlar düzdür. Bunlar bişirlər. Bunlar bizim əməyimizi yüngülləşdirirlər. Lakin bu kombaynlar, bunlar arpa buğda üçün bunlar uyğunlaşdırılıb. Min bir əziyyətlə əkdikləri çəltiyin suvarılmasında iyul-avqust aylarında çətinliklə üzləşdiklərini deyən fermerlər gübrələrin çatışmazlığından da gileylənir. Keçən il bizi qane elirdi. Bu il qane eləmir. Ona görə ki, keçən il mən götürürdüm 40 kisə, 50 kisə, bu illəri götürəcəm 35 kisə. Səbəb ondan ötəri oldu ki, torpaq gücdən düşür. Gübrə ilə bizi təmin edəsələr, biz bicarda məhsul götürə bilərik. Məsələyə münasibət bildirən Astara rayon icra hakimiyyəti başçısının aqrar məsələlər üzrə müavini Firudin Əhmədov bu istiqamətdə işlərin aparıldığını, lazım olan kənd təsərrüfatı texnikasının ölkəyə gətirilməsi üçün də müvafiq qurumlara müraciət olunduğunu dedi. Qeyd edək ki, 2012-ci ildə rayon üzrə 149 hektar çəltik əkini aparılmışdısa, bu il 21 hektar artırılaraq 170 hektara çatıb. Məhsuldarlığa gəlincə isə ötən il rayonda 700 ton çəltik yığılıb. Bu il isə 850 ton məhsul götürüləcəyi proqnozlaşdırılır. Məhəmməd Rzayev, Pərvanə Əliyeva, Elviz Nəsirli, Astara.